Yəni bu nüanslar var ki, ola bilər ki, doğrudan da bu valideyn həmişə uşağı ilə maraqlanırdı, amma bir hadisə ola bilər, doğrudan valideynin də başına nəsə gələ bilər həmin gün, nəsə ola bilər ki, o uşağına biraz geç çata bilsin, əli və s. Yəni burada bir mənalı olaraq mən qınayıram həmin o quyunu orada açıq-aşkar şəkildə buraxan insanları. Çünki ola bilsin ki, heç uşaqlar düşməzdi ora, bir heyvan düşərdi və yaxud da ki, gecə vaxtı və yaxud da ərazini tanımayan bir insan düşə bilərdi və s. Yəni buna görə də bax bu məsuliyyətsizlik həmin o quyunu orada açıq saxlayan insanların üzərinə düşür ki, valideyni olaraq biz hər birimiz valideynik, hər birimiz buradayıq, hər birimiz müəyyən bir müddət ərzində uşaqlarımıza əlimiz çatmaya bilər. Amma ki biz hər yerdənmi hər şeyimi nəzarət eləyək ki, mənim uşağım quyuya düşəcək və yaxud da məşqçi gedəcək, mənim uşağımla bu cür davranacaq. Biz də inanırıq. Yəni o keçən dəfəki o hadisədə də, bədbəxt hadisədə də ana da inanmışdı. Hə bu idmançıdır, bunu eləyə bilməz. Biz hər yerdəmi məsələn bu nəzarəti valideyn eləyəcək və valideynin doğrudan da bu imkanları nə dərəcədə valideyn bu imkanlara xasdır. Valideyn axı fiziki cəhətdən və zaman etibarilə də məhduddur. Ona görə də biz cəmiyyət üzvləri olaraq biz sosiumda yaşayırıq, cəmiyyətdə yaşayırıq və biz hər birimiz harda nəyisə görsək, onu mütləq öz məsuliyyətimizi üzərimizə almalıyıq ki, uşaqlar da bu faciə uşaqların başına gəlməsin. Çox təəssüflər olsun ki, burada bir nüans var. Bayaq da hər kəsin qeyd elədiyi kimi, insanın psixologiyasında belə bir xüsusiyyət var ki, mənim başıma bu heç bir zaman gəlməyəcək. Ola bilsin doğrudan da o ərazidən keçən insanlar... Lalə xanımın söylədiyi mövqe ilə üst-üstə bu bir psixoloji həqiqətdir ki, doğrudan da həmin ərazi